Deməli, bir hörmətli izləyicimiz nə yazır? Savadlı gəlmədiz. Yəni, oradan oxuyuram da. Doktor Elmir Təhməzlidir mənim psixoterapevtim. Qiyaslanacaq gibi deyil. Bu agresiya ilə çox qabağa G-D-R-R siz, yəni cümlədə düz yazılmayıbdır. Savadlı gəlmədiz deyəndə ki, bu gəlmədiz nə deməkdir? Bu bəlkə deməkdir. Yəni, bəlkə də sizin öz şəxsi, subyektiv fikrinizdir. Belə bir fikir ola bilər. Bəli, belə bir fikir ola bilər. Bu sizi pis və yaxud da yaxşı insan eləyir, xeyir etmir. Bəs yaxşı, siz belə deməklə mən savadsız mütəxəssis oluram və bu məni pis və yaxud da yaxşı edir, xeyir etmir. Aqressiyaya gəldikcə, ümumiyyətlə, aqressiya əgər sağlam aqressiyadırsa, əksinə iradə gücünü, sözün kəsərliliyini, sərhədləri qoymağı, yıxıldıqca qalxmağı ifadə edir. Yəni, insanda sağlam aqressiya olduqda insan əksinə uğur qazanır. Yəni, bu kontrol olunmayan aqressiya deyildir. Bütün negativ duyğular vacibdir. Kədər də vacibdir. Çünki sənə birbaşa olaraq itirdiyin bir şeyin dəyərli olduğunu xatırladır və xatırladır ki, bir daha o itirdiyin şey ya qayıtmayacaq, ya da onu əldə edə bilməyəcəksən. Amma aşırı kədərlənmək bugünə olan addımlarını askıya alır. Yəni, artıq sən hərəkətə keçə bilmirsən. Eyni şey günahkarlıq hissinə də aiddir. Müəyyən bir miqdar yaşamaq günahkarlıq hissini yaxşıdır. Çünki başqalarının acısını, başqalarının keçirtdiyi hissləri hiss eləyəsən ki, bəlkə ola bilsin ki, kimsə xətrinə dəymirsən. Amma aşırı günahkarlıq hissi yaşamaq artıq insan yaradıcılığını öldürür. Yəni, insan özünə heç bir şeyi layiq bilmir. Yəni, bu uzana bilər bütün bunların hamısı. Negativ duyğular, yəni dediyim kimi, miqdarında yaşanıldığında pis deyildir və mən bunu inkar etmirəm. Yəni, özüm də idmançı olduğuma görə idmançı kimliyi də var. Yəni, iki kimliyi insan birlikdə daşıyanda onun yükü də daha ağır olur. Yəni, idmançı kimliyi özü başdan ayağa aqressiyadır. Çünki orada rəqabət var. Gələk indi doktor Elmir Təhməzliyə. Ümumiyyətlə, Təhməzli yaxşı psixiatr ola bilər, bəlkə də. Amma söhbət əgər psixoterapiyadan gedirsə, psixoterapiya bir qabiliyyətdir, yəni ona hər adam yaxşı apara bilmir. Yəni, düşünmürəm ki, o sizdə böyük bir dəyişiklik yaradıbdır. Yəni, böyük bir dəyişiklik yaratsaydı, ümumiyyətlə, özünüz özünüzə yetərli olardınız və bunu yazmağa ümumiyyətlə ehtiyac duymazdınız. Diqqətinizə görə minnətdaram. Sağ olun.